Saçın tökülməsi çox şeyə bağlıdır. Saçın yağlılığına bağlıdır, quruluğuna bağlıdır. Quru saçlar daha çox tökülür. Ömrü daha qısadır. Mən də bilirəm, yağlı saçlar tökülür. Yağlı da tökülür. Quru saçlar daha ömrü az olur. Ancaq ikinci tərəfini deyim sənə, yağlı saçlarında içərisində eləsi var ki, əməlli başlı yağ. Yuyur saçını bugün, sabah görürsən yenə yağlanır. Bir də var, normal yağlılıq olanda ömrünü uzadır. Dəri də elədir. Dərinin də yağlılığı normal olanda, dəri genetik olaraq keçməklə bərabər dərinin ömrü uzun olur, qəşəng olur, gec qırışır, gec qocalır. Ancaq saçı tökən güclü stres, əsəb, endokrin xəstəliklər, məsələn, zob xəstəliyi, qurd xəstəlikləri və element çatışmamazlığı. Adamlar var, vitaminlər çatışmır, elementlər çatışmır. Bunların hamısı saçın tökülməsini gətirib çıxara bilir. Və mütləq saçın tökülməsində xüsusilə də orqanizmdə olan hormonal pozğunluqlar olur. Mən daha çox eşitmişəm ki, hormonlara bağlıdır daha çox. Ona görə də mütləq mənada aydınlaşdırılmalı ki, bu saç niyə tökülür? Səbəbini tapandan sonra mən hər zaman deyirəm, ona uyğun olaraq məlhəmlər deyirik və saçın tökülməsini Yəni individualdır da o məlhəmlər. Fərqlidir. Fərqli saçlara. Yağlı saçla quru saçın müalicəsi eyni ola bilməz. Mümkün deyil. Və yaxud da ki, birinin zob xəstəliyi var, sən onu müalicə eləmədən onun saçı töküləcək. Əmələ gəlməz. Yəni kompleks şəkildə. Ancaq ümumi şəkildə mən deyirəm, bu gün də deyəcəm, ən ucuz saçın tökülməsini qarşısını alan və yeni saç çıxardan insanın öz həyat suyudur. Yəni öz sidiyidir. Onu bu gün yığırsan, sabah isidirsən, saçın dibinə çəkirsən, masaj edirsən, qalır 2 saat. 2 saatdan sonra onu isti su ilə yuyursan. Neçə gün edirsən bunu? Pulla hadi. Pulla olmasa da yəni... Hər gün eləyirsən də saçın tökülməsi dayanır və yeni saç çıxır. Əgər kimyəvi olsaydı, sualına cavab verərdi. Mən amma eşitmişim ki, uşağın sidiyi... Yox, o yalan sözdür. O yalnız, mütləq adamın öz həyat suyu özünə xeyirdir. O dediyin uşağınki, nəvəninki yaşlı adamdır, məsələn, 85-90 yaşında, istəyir ki, daha çox yaşasın, onda nəvəsinin həyat suyundan istifadə etmək məsləhətdir. 90 yaşıdır, bəli. Ancaq qalan xəstəliklərin müalicəsində təbii ki, mütləq özünün həyat suyu olmalıdır ki, müalicəvi effekt versin.